tərəfində də yazıb 24 manatdan, yəni 24.99-dan başlayaraq. Baxın 49.99, yəni 50 manat. O tərəfi belədir, bu tərəfi belə qiymət. 39 manat. Şəkət. Şamlı belə yarım paltolar var, amma materialı sintetik kimidir. Yaydan qalan koftalardır. 30 manata. 30 manata. Yaydan qalan qısa qollar görün neçədir? 25 manat. Çantalar var 29 manat. 29.99, daha doğrusu 30 manat. Çox satılanlar. Heç inandırıcı deyil. Böyle paltarlar da var. Değerli müşterilerimiz, sizin evden biraz tez çıkmıştım. Ona göre de oğlumu gözlüyorum. Benim yanına yakındı buram. Geldim girdim buram. Görünme yeni bir şey var uşaqlar üçün. Sponçların üçün, plastik belə bankalar olur. Uzaq bir səfərə gedəndə deməli makyaj çantasının içine qoymağa plastikdən. Şüşə biraz ağır olur deyə plastikdən axtarıyorum. Gəlmiş bizə evinizdə, yəni baxım qoy. Burada nə istəyirsən var, amma inanın yenə mənə öz istədiyimi tapmayacağım. Balaca istirəm var, böyükdür. Həm də şüşədilər. Hər fason, hər cürə var. Yoxdur, amma plastik kakusika. Biz tərcüb eləmədik. Mən olam istədiyimi bir səfərdə tapam. Çox çətin tapıram bir şey istəyəndə. Hər şey var. Kakusikdan yəni istədiyimi tapa bilmədim. Gəldim. Oğlumun ucu mənim yanından çıxan vaxtıdır. Gəldim. Ancaq maskiləri istədiyim maskiləri LC-də tapdım. Hava saatı. Qaydanda evinizə də girəcəkdim deyə dedim birdən yubanaram. Çünki kassada qadını gərək çağıraydım. Qadın pavrasa getmişdi. Gördüm yubanacam. Dedim evinizə gedim baxın. Sonra oğluşumu götürüm. Qaydanda girib maskiləri alaram. Lasenlə falan geyinməyə yaxşıdır. Belə dərs öyrənməyə getmişsə müəllim yanına olmaz axı dərsdə danışmaq. Düzdür də müəllim. Ona görə əsəbləşir. Gələn maskimi alım, çıxaq. Kassada heç kəs yoxdur, gəlmişəm dəli-dəli. Qalmışam burada gözləyirəm. Kassaya kim baxır? Gəlir. Salam, çox sağ olun. Buyurun. Çok sağ olun. Çok sağ olun. Gidelim buradan. Siyah çıktık. Olursa ben bu videomda salam vermem. Sana bir salam ver. Deməli gəldim. Poğaçalar elədim uşaqlar üçün. Nə vaxt istəyirdilər. İndi mənim günümə baxın ki, yarısı pendirli istəyir. Yarısı da nutellalı istəyir. Ona görə də hərəsinə bir cür eləmişəm.
Bir tavada burada bişir. Burada da qarışıq elədim. O bir tavada da qarışıq elədim. Bilmirəm hamıda belədir yoxsa yox. Hamının evində belədir. Yoxsa yox bilmirəm amma bizdə belədir. Bizdə həmişə bir yeməyin fərqli-fərqli neçə cürə istəyirlər. İndi burada da belə. Amma uşaqlara görə hazırlayıram deyə özümə hər cür əziyyət verirəm. Deyirəm heç problem deyil, tək yesinlər. Çünki mənim uşaqlarım çox yeyimcil uşaqlar deyil. Ümumiyyətlə indiki uşaqlar nəsə yeməyi çox sevmirlər. Mənim uşaqlarım yeyimcil deyil. Ona görə çalışıram ki, onların istədiyi yeməklər olsun. Getdim, gəldim, indi bunları hazırladım. Axşamın yeməyi orada hazırlayıram. Sonra axşama bunları bitirəndən sonra deməli ayaqqabı şkafını təmizləmək istəyirəm. Ayaqqabı şkafı deyiləm mən ora. Ora yuxarısı asılqan daşı, bir tərəfi də ayaqqabı şkafıdır. İldə 2 dəfə təmizləyirəm mən. Fəsil dəyişəndə həm də baxıram, görürəm kimin ayağına nə olur. Xüsusilə oğlanın, qızları olur, oğlanla bir də görürsünüz ki, bir şey olmur. Belə, yəni ortada hələ paltarları gedirdim, stirayni səs eləyir, gedirəm, asıram, sonra ağları qoyuram. Ondan sonra həyəti təmizlədim, süpürdüm, təmizlədim. Arada, yəni həftədə bir dəfə sulayıb təmizləyirəm ki, çox toz olmasın. Çünki artıq həyətdə oturma sezonu deyil. Ondan sonra həyətdəki hamam tualeti sürtüb təmizləmişəm. Yəni bu arada görün mən nə qədər şey eləmişəm. Sonra indi bunu hazırladım. Sonra axşamın xörəyi də ki, biraz uzun dərə xörəyi idi özdə bugünkü. Onu sözün düzü eləməyəcəkdim çünki işim çox idi. Amma söz vermişdim. Dedilər ki, yox mama dayı elə də demişsən elə. Ona görə indi onu eləyirəm. Bunu da bişirib qutarım. O birisi tava çıxsın. Bunu da qoyum sobaya. Ondan sonra gedim o şkafı da təmizləyim. Yəni sual verə bilərsiniz ki, niyə hamısı bir gündə nə xəbərdir, nə olub? Çünki mən planirvan iş görürəm həmişə. Sabaha da başqa işlər planlaşdırmışam. Nə bilim, millət gəzmə yerləri planlaşdırır, mən işləri planlaşdırıram. Mən həmişə yerimdə uzananda deyirəm, sabah filan şey eləyəcəm, filan şey eləyəcəm. Sonra o birisi gündə filan şey eləyərəm. Çünki filan yemək eləyəcəm deyə. Misal üçün, rahat yeməyim olanda ağır bir iş salıram ora. Yox, ağır bir yeməyim olanda isə daha yüngül işlərimi görürəm. Bugün isə biraz yəni uzun dərə yeməyi idi, ağır yemək idi. Buna baxmayaraq nəsə bugün planımı ağır qurmuşam. Belə. Hazırdır artıq. Bunlar pendirlidir, yəqin ki görünür. Bunlar isə nutellalı. İndi başlayıram ayaqqabı şkafını təmizləməyə. Səliqəyə salmağı daha doğrusu. Çünki çalışıram ki həmişə təmiz qalsın. Göstərim sizə. İşıq düşmür. İşığı yandırım. Göstərim sizə. Biraz uşaqların yeri qarşımalaşır olub. Baxın. Bəzi yerlər səliqəlidir. Uşaqlar isə ayaqqabı falan götürüblər. Bəzi ayaqqabıları qabaqda qarşımalaşır olub. Buralar da bu tərəflərdə biraz qarışıb. İndi təmizləyəcəm. Bilirsiniz, sizlə nə göstərəcəm? Deməli, istəyirsə yığa-yığa istəyirəm. Hoşuma gələn ən deməli, sevdiyim ayaqqabılarımı göstərim. Mən bütün ayaqqabılarımı ümumiyyətlə ən bəyəndiklərimi həmişə almışam. Heç vaxt bəyənmədən almamışam. Ən bəyəndiyim ayaqqabılarımdan biri budur. Yəni bahalı ayaqqabıdır. Çox bəyənirəm bunu. Sonra sizə bir dənə maraqlı şey göstərəcəm. Sonra bu ayaqqabımı da çox bəyənirəm. Bu da özündən parıldayır. Bilmirəm görünür yoxsa yox. Parlayır. Bu qədər platformanın bu qədərini dabandan çıxın. Elə bilin ki, bu hündürlüyündədir. Yəni, bilmirəm göstərə bildim yoxsa yox. Sonra birisi nəyi göstərmək istəyirəm sizə. Gəlinlik ayaqqabımı 20 ildə artıq maşallah evliyim. Həm gəlinlik ayaqqabıma baxın. O vaxtı dabanında da belə qaşlar var. Çox bahalı ayaqqabı idi bu. Deməli o vaxtı bahalı mallar
geyimlər falan filan hamısı Targovda satılardı. Ən bahalı dükanlar Targovdaydı da. O vaxt mall falan yox idi. Yəni 20 il bundan qabaqdan danışıram mən. O vaxt mall falan yox idi. Bahalı mallar hamısı Targovda satılırdı. Mən bunu da orada deməli İtalyanski ayaqqabılar satılan yer var idi. Yəni o vaxtın qiyməti ilə, o vaxtda daha doğrusu 350 dollar, 250 dollardan başlayırdı ayaqqabılar. 250, 300, 500 hamısı dollar. O vaxtda dollarla da satılırdı da, yəni. Sonradan dedilər ki, olmaz, ancaq manatla. O vaxtda mən bunu dollarla almışam. Nəysə qiymətini demirəm, amma bahalı ayaqqabıdır və gəlinlik ayaqqabını hələ də saxlamışam, görürsünüz. Korobkası yer tuturdu o vaxtı. Daha sonra biraz da yırtıldı elə də korobkanı tulladım, kloklarını da saxlamışam. Hələ təmiz qalıb, keyfiyyətlidir. Amma yəni belədir ki, ancaq ağ paltar geyinəndə mən bunu geyinə bilirəm. Qara paltarından çox belə partlayır. Ancaq ağ paltarla gedir bu. Bir dənə qaroşkalı mənim qara qaroşkalı belə paltarım var idi. Sarafanım kimi belə yayda geyimi. Onunla geyinirdim. Mən belə bir gün paltarları göstərəm, onu da göstərərəm. O pişim hələ saxlamışam. Yəni gəlinlik ayaqqabımı. Yəni silməyə davam. Mən siləndə deməli Fairy'nin vlajna salfetkalarıyla silib təmizləyirəm. Amma cürbəcür vlajna salfetkalar var. Yəni bəyəndiklərim var. Daha sulu olan. Slipy deyirlər. Əslində mən onları sözü düzü bəyənmirəm və bir dəfə aldıq. Heç bəyənmədim. Yerləri silmək üçün yox, tozları silmək üçün falan. Onu bəyənmədim. Yəni sululuğu az idi. Fairy'ndə ancaq dezinfeksiya eləmək üçün ancaq istifadə edirəm. Yəni belə yerləri istifadə edirəm. Amma tozları silmək üçün isə başqa var. İndi qoy təmizliyimi onu da göstərərəm. Səliqəyə sala-sala istəyirəm ayaqqabılarımı göstərəm sizə. Baxın görün sizin zövqünüzlə üst-üstə düşürmü? Sizinlə mənimlə zövqünüz eynidirmi, yoxsa fərqlidir? Yəni bu mənim toya geyindiyim, toylara daha çox istifadə elədiyim ayaqqabımdır. Bilmirəm, düşür, görünür yoxsa yox. İşığı yandırsam özümü kameranı görmürəm. Yəni ki, işığı yandırmamaq üçün oradan. Da. Ay sağ olun. Budur belə. Bax, mən уже kameranı görmürəm. Sonra heç o əsas sizsiz. Bu ən çox geyindiyim toylara daha çox udoblu olan, istifadə olan. Bu da mənim üçün tapışlı oğlumdur. Yəni o salam verməsə mənim videolarım günahdır, başlamaz. Sonra bu da mənim bahalı ayaqqabılarımdan biridir. İtalyanski, bu da İtalyanski ayaqqabıdır. Biraz giymişəm toylara falan. Bu da belədir. Belə ayaq ət rəngində kalbotka geyinəndə belə ayaq görünür. Bunun da platformasının bu qədərin çıxsaq tabandan. Nə bilin ki, bu hündürlüyündədir. Belə, bu da mənim bahalı ayaqqabımdır. Aycan. Geyinmişəm. Nə eləmişəm? Geyinə bilmirəm. Yox, geyinə bilmirəm. Hündürdə çox deyib, amma sən bunu geyinə bilmirsən. Hündürdə mən çox sevmirəm. Deməli, mən hansı yaxın toylara gedəndə də, qohum toylarına falan gedəndə, deməli, mütləq mən bir dənə özüm üçün keta ya belə rahat daha belə ayaqqabı falan götürürəm də mütləq. Yaxın toylarımıza gedəndə. Çünki orada çox ayaq üstə qalıram deyə məcbur götürürəm. Amma başqa yad toya gedəndə, yəni tanış toyuna gedəndə isə o qədər ayaq üstə qalmayacamsa elə o ayaqqabı ilə gedirəm. Amma qohum toylarına gedəndə mütləq əlimdə bir dənə çanta olur ki, çünki əlavə bir dənə mütləq ayaqqabı götürürəm. Bu da mənim toylara çox geyindiyim ayaqqabımdır. Sətindir. Arxasında belə bantik var, bilmirəm, göründü yoxsa, yəqin görünür. Mən kameranı görə bilmirəm, işıq düşür gözümə, mənim də işıqla heç aram yoxdur. Mənimki ancaq zəif işıq vardı da. Zəhləm gedir işıqdan, xoşlamıram günəşi. Belə. Qoy bunları yerbəyer eləyim, indi bunlar mənim toyluq ayaqqabılarımdır. Yerbəyer eləyim, sonra gündəlik ayaqqabılarını da göstərərəm sizə. Güya ki, mən təmizləyirəm də, təmizləyirəm, elə göstərəm, çıxartmışam, elə qoy bunu da göstərəm. Baxın, görün zövqünüz mənimlə üst-üstə düşür, yoxsa yox. Davay. Bu ayaqqabını istədiyimi göstərəm sizə, bu da çox bahalı. Yəni, mənim bütün ayaqqabılarım belə pis çıxmasın. Bir dənə alıram, çox ayaqqabı almam, bir dənə alıram.
yaxşı keyfiyyətli olsun. Bu mənim zövqümcə ayaqqabı deyil əslində. Mənim qətiyyən tərzimə uyğun deyil də, qətiyyən. Çünki baxın görün nə hündürlüyündədir. İndi bu qədərinə çıxsaz da, yenə də mənim üçün hündür sayılır bu. Çox hündürdür. Amma bu ayaqqabının bilirsiniz nə üçün almışam? Deməli, veçerni paltar geyinəndə o çox hündürləşdirmək, yəni ki, yerinə sürünməsində paltar. Veçerni paltar geyinəndə mən bunu geyinirəm. Aydındırmı? Hə, ona görə bunu almışam. Rahatdır, yəni inanın mənə bu hündürlüyünə baxmayın, əslində rahatdır. Sadəcə tərz olaraq mənim tərzim deyil. Amma belə bunda embleması bilməm görünür yoxsa yox. Yəni bahalı ayaqqabı da çox da keyfiyyətli çıxdı doğrudan da. Bəzən bahalı olur, amma çox da keyfiyyətli olmur. Hamısı da yenə ancaq o demək deyil ki, bahalıdır, keyfiyyətlidir. Bəzən deyirəm də bahalı şey də keyfiyyətsiz çıxa bilir, amma bu keyfiyyətli çıxdı. Qaynanam həmişə məndən, qaynanam da deyinir. Bəs də nə qədər iş tapırsan özünə. Bekar qala bilmirsən. İş axtarırsan özünə. Bəs də bekarsan da uzun istirahət elə. Nəysə yox. Çünki mənim istirahətim təmizliydi. İnanın mənə, mən xəstələndim. Soyuqlamışam, tutaq ki, qriplamışam. Məsələn. Baxın, bu da mənim mangodan olan. Ayaqqabımda prozraçında var. Mənim görünür yoxsa yox. Ya da bəlkə də görünür, mən görmüşəm. Bu mənim mangodan olan prozraçında. Bu da Zara'dan olan ayaqqabımdır. Sonra da gəzməkləri gəzdim. İndi nə deyirdim? Hə, mən tutaq ki, soyuqladım, xəstələndim. Qızbalanmışam. Dərman atıram temperaturumu salmaq üçün. Saldım temperaturumu. Nə qədər düşübsə temperaturu. O moment başlayıram. Çünki temperatur adamı havadan salır axı. O moment başlayıram bütün işlərimi görməyə, təmizləyib. Bunu pransirəm. Tutaq ki, mama gəlib mənə kömək eləməyə. Yox, ürəyimə yatmır. Bunu belə pransirəm. Mama deyirsən, xəstə deyirsən. Allah, get uzan da. Deyirəm ki, siz başa düşmüşsünüz ki, mən təmiz görməsəm, mənim xəstəliyim yüksəlir, mənim temperaturum biraz da qalxır. Elə ki, evim təmiz oldu. İnanın, mən sağalıram. Yəni, mən dərman yox, təmizlik sağaldır. Ev eşiyimi səliqəli görsəm, aylar rahatlaşıram. İndi bu məktəb vaxtı get-gəldi deyə, mənim görün şkafım, mənim şkafım heç vaxt bu qədər toz olmaz, heç vaxt. Bu məktəb ki, remont olunur, biz başqa məktəbə demirəm, gedirik. Onda məsafə də uzanıb axı. Mən elə bil ki, gec gəlirəm evə çatıram, uşaq qoyuram, gec gəlirəm evə çatıram. Onda da başlayıram xorayı falan eləməyə, axşam yeməyini. Sonra da başlayıram evləri təmizləməyə. Səliqəsiz bu ilişin şeylərə mənim vaxtım çatmır da. Deyirdim ki, bu həftə eləyim, gələn həftə eləyim, bu həftə eləyim, gələn həftə eləyim. Ona görə mənim şkafım bu hala qaldı. Yoxsa ki, mən şkafı tökürəm, silib təmizləməyə, deyirlər ki, qızlar deyir ki, burada toz var mama. Mama, burada toz var, sən can bəsdir. Yaydan çıxanda belə olur biraz. Daha doğrusu bu dərəcədə olmur, biraz olur. Çünki tez-tez silim. Amma indi bundan sonra baxın, indi qış içərisində elə silsəm təmizdəsən. Ay, tozmoz yoxdur. Mənim gözümə toz görünür. Mənə tozlar görünür, çox qəribət. Nə bilim, bibimə oxşamışıq da mənim bir də tərtəmiz, səliqəli gül bibim var, gül. Marış Mançonun gül pəmbəsi var ha. Nənəsi gül pəmbə nənəsi. Mənim də gül pəmbə bibim. Allah qismət eləsə, inşallah bir gün bibigilə getsəm, bibini də çəkərəm gedim. Bibinin bir də qəşəng dom soveti var. Bibinin saray kimi evi var, bibinin ürəyi də elə saray kimidir ya. O qədər ürəyi açıqdır. Amma o qədər də təmizkardır, çox səliqəlidir. Bibim qızı da elədi. Mama deyir ki, bax, anada insan nə görür, onu götürür. Bibim qızı da elədi, elə yuyar, təmizliyə, elə burakla qabağında. Neyse, buranın tozunu alın, sonra təmizlənsin. O bibimə oxşamışıq yəqin, çünki bacım da belədir, mənim bacım da təmizlidir. Çox səliqəliyik biz. Mama normasındadır. Mənlə bacım xəstəliyik. Gündəlik, yəni bir yerə gəzməyə gedəndə, gündəlikdən, onda veçerlə bir yerə gedəndə yox. Misal üçün, bunu geyinirəm, hər şeylə gedir də. Bu nude rəng hər şeylə gedir. Nurик, nə oldu? Qurtardın mı onun qurban dərsini? Bitdi mi dərsin? Bunun yeri bura döyür axı, mən niyə onu qoydum ora, batinkaların yeridir. Nəhsə, indi yer beyir eləyərəm, o sini. Qurtardın? Nə elədin? Hələ hansı dərslər elədin? De görüm. Ruski matematika patron boğazı arayır, oğlum danışa bilmir. Şıntapışla oğlum nəzər olub, göz olub. Şıntapışla oğluma gözdəyib. Danışa bilmir. Aha. Ruski matematikanı elədin. Priroda patron qalıb.
MSO yazacaqsınız. Sonra faktor qalıb deyəndə deyir, bütün hər şeyi, bütün dərsləri faktorlayın da. MSO yazacaqsın. Потом Azərbaycanski, angliski. Hə, onlar qalıb. Angliski qalıb, Azərbaycanski qalıb. Azərbaycanın yerini bilmirəm. Çünki vtornik hətta, hə. Onu indi şeydən soruşaram. Tüt Elenadan soruşaram ki, hara, nəyi verib. Çünki bu xəstə idi uşağım, dərsdə olmuyor. Bu mənim qış batinkamdır. Qış batinkam. İçi belə tüklüdür, yaxşıdır. Bu isə payız. Bunun içi tüksüzdür. Belə, bura batinkaların yeridir, yəni. Mən bura batinkalarını qoyuram. Bunu niyə qoydum, nə deyim, neysə, çaşdım qala da. Bu da pay. Bu da belə. Bu da belə, heyf o belə yerləşmir. Yer tutur. Sonra, ay belə. Bu hissəni sərgəyə saldım. Bu da yuxarıdan aşağıya qədər. Bunlar boş qaldı. Yığıram belə tərs düz. Yerdə tutmur, görürsünüz. Çox yaxşıdır, çox rahatdır, yəni. Uşaqların blokaları. Все. Qutardım. Əldən getdi bu. Çox dərinə. Temizlədim, bir də pilesoslayım, sonra başlayayım evləri silməyə. Silməmişdən qabaq isə nə edəcəm bilirsiniz? Saç makraska qoyacağım. Saç makraskanı qoyuram, sonra başlayacağım evləri pilesoslayıb silməyə ki, o vaxtda tutsun saçım. Sonra yıxalanacağım, sonra başlayacağım axşamın xörəyini hazırlayacağım. Deməli, bu peri hələ təzəsidir. Deməli, tozları silmək üçün bundan istifadə edirik. Çox yaxşıdır bu. Bir də bilmirəm adı nədir. Bundan da istifadə edirik. Bunu bitirəndən sonra göstərim. Bu tərsə qoymuşum. Daha belə. Bunlar yaxşıdır. Feriləri isə ancaq belə şkafları falan dezinfeksiya olması yerləri təmizləmək üçün istifadə edirəm. Tozlar üçün isə bunlar. Münasib də qiymətədir, yəni. Çox da baha deyil. Sleepy biraz bahadır. Bitirdim nəhayət. Qızlar da şkafları falan təmizləyirlər. Mən də gedim bu videonu editləyim, yükləyim, baxın. Belə, sağ olaşım sizinlə. Sağ olun.